Biz sizin kreditinizi yıkladık İslam Bey. Sizin adınıza geçişmelerin olduğuna göre təəssüf ki biz size kreditə məhsul verə bilməyəcəyik. Oldu, çox sağ olun, əziz çəkdiniz. Rüstam bəy, təəssüf ki sizə kredit ayıda bilməyəcəyik. Adınızda gecikmə var. Bilirəm, anlayıram, orada gecikmələr çoxdur. Əvvəl işləmirdim, biraz çətinçilik edirdim. Söz deyirəm, yəni ki, baxacaq kredit vaxt var. Bir kəslər oldu. Çox sağ olun. Rüstam bəy, sənədlərinizi yoxladıq. Sənədlərinizdə gecikmə günləri səhvdən artıq çoxdur. Amma təəssüflənməyə dəyməz. Biz sizə kredit ayıracağıq. İstədiyiniz məhsulu seçin, adınıza rəsmiləşdirin. Oldu, çox sağ olun müəllim. Allah köməyiniz olsun. Sizdə çatdırma, quraşdırma pulsuzdur. Bəli, çatdırma və qulaşdırmamız tamamilə pulsuzdur. Ünvan desəm çatdıralar da. Əlbəttə, əlbəttə. Çox sağ olun. Alo, Murat, akşam Qolatsaran qərabasına nə verir?